Salam uşaqlar, hər vaxtınız xeyir olsun. 2024 blok imtahan model suallarına baxırıq və ədəbiyyat sualları ilə başlayaq. Birinci sualdan bizdən nə istəyir? Cəlil Məmmədquluzadənin Anamın kitabı əsərindəki Gülbahar obrazı haqqında verilən fikirlərdən biri səhvdir. Çobanlara rəğbəti xalq həyatına və doğma torpağa bağlılığını əks etdirir. Doğru fikirdir. Atasının vəsiyyətində deyilənləri dərindən başa düşən tək elə Gülbahar idi. Çıxış yolunu qardaşlarının kitablarına od vurub yandırmaqda da görür. Təhsil almaq istədiyinə görə ailə qurmağa razı olmur. Bu yanlışdır, çünki Gülbahar onsuz da təhsilli bir qız idi. Sadəcə qardaşları arasındakı fikir ayrı-seçkiliyinə görə ailə qurmaq istəmirdi. Zəhrabəyim anadan sonra vətənin bütövlüyü və birlik ideyasının daşıyıcısı olur, düzdür. Bu vətənin bütövlüyü və birlik ideyasının daşıyıcısı birinci Zəhrabəyim ana idi, daha sonra Gülbahara keçir. Düzgün cavabımız D variantıdır. Növbəti suala baxaq. İkinci sual. Durna Teli qolu ilə bağlı uyğun fikirləri müəyyən edin. Koroğlu, Gizloğlu Mustafa bəyin kömək təklifindən imtina edib. Koroğlu, Gizloğlu Mustafa bəyin gəlməyindən heç xəbəri yox idi. Bir, səhvdir. Bir olan versiyaları silək. Nigar xanım Eyvazın səfərə çıxmasına etiraz etmir. Bunu da çıxaq. Aslan Paşa aşıq paltarından meydana gələn Koroğluya Koroğlunun sözlərini oxumağı təklif edir. Bəli, çünki elə bilirdi ki, bu gələn həqiqətən də aşıqdır. Ona görə deyir ki, Koroğlunun sözlərindən oxu, məclisimizdə qulaq asaq. Yanlışa baxaq. Qoruqçu Koroğlunun onu cəzalandıracağından narahat olur. Bu yanlışdır, çünki Qoruqçu ilə Koroğlu arasında bir münasibət də yox idi. Qoruqçunun orada pul nəyəm arxasınca gedirdi, amma ona axsaq bir atı verirlər. Ona görə də bu yanlışdır. 3 və 4 olacaq cavabımız. Qoca biçinçi Koroğlu dəlilərinin edam olunacağı xəbərindən sarsılır, düzdür. Xoca Əzizin təklifini Qoruqçunu qəzəbləndirir. Bəli, təklif edir ki, atı ver mənə at sat, o da onu qarğıyır və qarğış eləmişdir. Üçüncü suala baxaq. Nöqtələrin yerinə Sabirin əkinçi şeiri ilə bağlı yazıla bilən fikri müəyyən edin. Şeirin satirik qəhrəmanı. Şeirin satirik qəhrəmanı mülkədar obrazıdır. Kəndlinin müraciətini ədəbsizlik sayırmı? Kəndli müraciətini ədəbsizlik sayır. Bəli. Əkinçinin öz haqqını qətiyyətlə tələb etməsinə hiddətlənir. Xeyr. Əkinçi belə bir qətiyyətlə danışmır. Deyir, söz açma mənə çox çalışıb az yeməyindən, canım və cəhənnəm ki, ölürsən deməyindən. Ancaq özünün təminatını düşünür. Düzdür. Dəbdəbəli həyat tərzi ilə qürrələnir. Düzdür. Əkinçinin ona qarşı çıxmağa təhrik edildiyini düşünür. Belə bir şey də yoxdur. Cavab E variantıdır. Növbəti sual. Ernest Hemingway'nin Qoca və Dəniz əsəri ilə bağlı uyğun fikirləri bizdən istəyir. Uşaqların kiçik yaşlardan əmməyə alışdırılması var. Monolindir misal üçün. Yaşlı insanların cəmiyyət tərəfindən qayğı ilə əhatə olunması, xeyr, kişi özü tək başına gedirdi səfərə. Bir var. İşdə insanların uğur qazanmaq üçün çalışması, düzdür. İnsanlar işdə uğur qazanmaq üçün çalışırlar. Uğursuzluğa düşsə belə həvəsdən düşmürlər. Bu var. 3 doğrudur. Valideyn nüfuzunun gözlənilməsi, bəli, qoca oğlana deyir ki, valideynlərindir, nə deyirlərsə düz deyirlər. 1-3-4 olacaq. Uğursuzluqla qarşılaşanlara kimsədən mənəvi dəstəyin olmaması yanlışdır. Uşaq qocaya kömək edir. Cavab C variantıdır. 5-ci sual. Hansı aforizm Seyid Əzim Şirvaninin Quşqul şeirində qaldırılmış problemlə səsləşir? O, insanın ki daxilində musiqi duyğusu yoxdur və qəlbi səslərlə diqqətə gəlmir, onun hissləri gecə kimi qaranlıqdır. Seyid Əzim Şirvani nə deyirdi? O insanın daxilində musiqi duyğusu yoxsa o insan daşdır. Shakespeare'in fikri ilə tamamilə doğrudur. B variantında musiqi can verir ruha əzəldən, musiqi qəlb alır min bir gözəldən. Gözəldən qəlb alması misalı yanlışdır. Musiqinin, sözün yaxşı mənasının yeniliyə ehtiyacı yoxdur. Əksinə nə qədər köhnədirsə bir o qədər də təsirlidir. Təbii ki də belə bir şey yoxdur. Hər mahnıda ayrı bir xatirə gizlidir. Mahnının xatirələrindən də danışılmır. Bir millətin xarakterini bilmək istəyirsinizsə, o millətin musiqisini dinləyin. Çox qulağa xoş gəlir, sanki doğru cavabmış kimi deyil, amma Seyid Əzim Şirvani bu məsələyə də toxunmur. Quşqul ifadəsində qulaq as deməkdir. Və nəyə qulaq as? Musiqini duy, musiqini anla. Millət səviyyəsinə qaldırmayıbdır orada sadəcə. 6-cı suala nəzər salaq. Səsli qız əsərində işğal edilmiş ölkənin qadınları nəyə məruz qalır? Əməyin istismarını biz görmürük. Yəni işlədilməsi və s. yoxdur. Bir fikir yanlışdır. Qul bazarında satılırlar, keyf məclislərində işğalçıları əyləndirirlər, sadə ilə işgəncələrə də məruz qalırlar. Bu da düzdür. Edam məsələsi yoxdur. Cavab B variantıdır. Görürsünüz ki, uşaqlar çox sadə suallardır. Hələ ki 6-cı suala qədər. 7-ci suala baxaq. Cümləni tamamlaya bilən fikirləri müəyyən edin. Bəxtiyar Vahabzadənin İstiqlal poemasında Xəlil Rza Ulutürkün Qaytar mənim qüdrətim Azərbaycan şeirindən fərqli olaraq, yəni İstiqlal poemasında olsun,
Qatar qüdrətim Azərbaycan şəhərində olmasın. İşğalçılara qarşı dərin nifrət xərici oldu. Kitab başdan ayağa kimidir. Hətta onun əfi ilana da bənzədir. Yəni bir olan versiyaları silək. Lirik qəhrəmanın şəxsi kədəri ilə bağlı məqamlar da yer verilmişdi. Yanlışdır. Belə bir ifadə yoxdur. Vətən torpağında baş verən ağır faciələr önə çəkilmişdi. Hər ikisində biz bunu görürük. 3-ü də silək. Cavab onda 4-5-dir. Azərbaycanın ikiyə bölünməsinə qarşı etiraz səsi var. İstiqlalda, o digərində yoxdur. Dil məsələsindəki təbii ki, istiqlalda öz əksini tapıbdır. Cavab A variantıdır. Növbəti 8-ci sual. Nizami Gəncəvin İskəndərnamə poemasında İskəndərin xalqa zülm edənlərə qarşı amansız münasibəti hansı məqamlarda öz əksini tapıbdır? Xalqa zülm edənlərə qarşı amansız münasibəti deyilsə, bəldiyə o məqsəddən gəlməmişdi. Bəldiyə səfərində Nüşabəni heç bilmirdi. Daha sonra tanıdı ki, orada Nüşabə adlı bir xanım var. Yəni orada Nüşabə də xalqına zülm edən bir adam deyildi. Ona görə biz 3-ü silək. Dehqan vergisinin ləğv edilməsinin də məsələyə dəxli yoxdur. Öz hökmdar kimi verdiyi qərar idi. Cavab ya 1-4 ya 4-5-dir. 5-də yazılıb ki, səhrada vəhşi adamlarla davranışında. Vəhşi adamlar kimi idi? Yəcuzlar. Demək ki, yəcuzlarla da mübarizə aparmaq ki, sərt çəkdi onlarla. Ona görə də bu da səhvdir. Cavab 1-lə 4 olacaq. Beytül-Müqəddisin hakiminə münasibətində xalq gəlib ondan kömək istəyir, gedir onlarla döyüşür və Zənci qoşuna da qarşı müharibədə də döyüşüb və qalib olur. 1-4 cavab. Vaqifin hayf-ki yoxdur və pəri əsərləri üçün ortaq cəhdləri bizdən istəyir. Müraciət formasında pəri yazılıbdır. Həsrət hisslərini ifadə olunubdur. Pəridə ola bilər. Yəni sən çıxdı necə idi? Günəşdəki hər çıxanda səhərdən alırsan Vaqifin ağlını sərdən. Duaçınam salma məni nəzərdən ifadəsində həsrət duyğularını görə bilərik hardasa. Şair təəssüf hissi ilə gözəlləri vəfasızlıqda qınayır. Xeyr, pəridə belə bir şey yoxdur. Qadında təbii gözəlliyin poetik ifadəsi öz əksini tapır. Bəli, hər ikisində var. Ənlik, kirşan məsələsinə toxunur. Pəridə deyir ki, sən sadə gözəlsən. Hayf ki, yoxdur da. Deyir ki, kaş olardı, amma belə də gözəldir. Belə qızlar çiğnimaçında da tapılmır. 10-cu sual. Füzulinin Leyli və Məcnun əsərində hadisələrin düzgün ardıcıllığını müəyyən edin. İbn Səlamın vəfat etməsi, ömrünün sona yetəcəyini hiss edən atasının Məcnunu yola gətirməkdə aciz qalması, Məcnun atasının Leyli üçün elçiliyə getməsi, Leylinin Məcnunu çətinliklə tanıması və Məcnunu gəzinti zamanı səhrada Leyliyə rast gəlməsi. Birinci 5 ilə başlayaq. Niyə? Çünki əsərin əvvəlində Məcnunun gəzinti zamanı səhrada Leyliyə rast gəlir və huşu itir orada. O huşu itdikdən sonra atası gedir elçiliyə. Atasının elçiliyindən sonra qızı vermirlər və hadisələr irəlilədikcə biz görürük ki, atası təzədən gəlir Məcnunun yanına ki, varisim sənsən, heç olmasa sən gəl evimizdən üstündə dur, nəzarətçi ol. Atasının fikrini rədd eləyir. İbn Səlam ölür ki, Leyli ilə Məcnun səhrada qarşılaşırlar. 5, 3, 2, 1, 4 də cavab D variantıdır. 11-ci suala baxaq. 11-də nə istəyir? Nümunədə işlənmiş bədii təsvir ifadə vasitələrini müəyyən edin. Boş yuvalar üşüyür kimsəsiz ürək kimi. Təşbih. Təşbihimiz var. Ürək kimi. Üşüyür inversiyamız var. Yazın burada təşbih, inversiya. Çılpaq qalan budaqlar sığınıb bir-birinə. Bu metafor. İnsanların xüsusiyyəti köçürülübdür. Köçür durna qatarı vətənsiz kürək kimi, düzülüb qurov kimi günəşin tellərinin təşbih və təşbih. Bir əlamətin başqa əşyanın üzərə köçürülməsi. Köçürülmə nədir? Metafor. Bu var. Biri saxlayaq. Bir əşya, hadisə əşyaların əvəzində onunla bağlı olan başqa bir ad dəyişimi. Bu metonimiyadır. 2 yoxdur. Metonimiya ilə bağlı bir şey görmürük. Sözlərin qrammatik ardıcıllığının pozulması, bəli, inversiyanı görmüşük, düzdür. 1, 3, onda cavab 4-dür. Bənzədilmə də təşbih deməkdir. Bəli, cavab 1, 3, 4 olacaq. Burada zidd fikirlərsə təzadı nəzərdə tutub deyir. Amma təzad da görmürüksə, cavab 1, 3, 4, B variantıdır. Nə deyir növbəti sualda? Məmmədxanlının Qızıl Qönçələr hekayəsi ilə bağlı səhv fikri bizdən istəyir. Mövzu Cənubi Azərbaycandan götürülübdür. Aclıq və səfalətin hökm sürdüyü cəmiyyətdə bir ailənin timsalında ümumiləşdiribdir. Əsərdə təsvir edilən ailənin hər iki üzvü də sonunda vəfat edir. Hekayənin sonu qoca nəqqaşın bədbin deyil, nikbin sözü ilə bitir ki, bu qönçələr nə vaxtsa xoşbəxt bir həyat nəsib eləyəcək bizlərə. Əsərlər üçün ortaq cəhdləri istəyir bizdən. Xosrov Şirin, Vərqa Gülşə, Hikmətin fəziləti. Baxaq görə burada cavab nə olacaq? Şeir vahidinə mövzu baxımına baxaq. Məhəbbət mövzusundadır, məhəbbət mövzusundadır, məhəbbət mövzusunda deyil. Demək ki, bir olan versiyaları silək. Şeir vahidi beyt formasındadır. Bəli, hər biri şeir vahidi beytdir. İkini saxlayaq. Süjet xəttinə malik olmasını, Hikmətin fəzilətində də kiçik də olsa bir süjet xətti var.
Janr məsələsinə gəldikdə poema mənzum hekayədir, janrı səhvdir. Ədəbi növə aid hər ikisi epik növdədir. Təhkiyə əsaslarında bəli, cavab A variantıdır. Növbəti sual. Səməd Vurğunun Vaqif dramındakı obrazlarla bağlı uyğunsuzluğu istəyir. Əli bəy atasının Qacara hücum etmək sifarişini Eldara çatdırdı. Bəli, bu düzgün bir fikirdir. Xuraman Vaqiflə ailə qurmasından peşman deyildi, xeyr, peşman idi. Əvvəlki əlini də nəzərə yadına salır, bunu da yadına salır ki, bunu da deyir, vəzir deyib mənim başımı oydular. 2 yanlışdır, amma 1 doğruydu. 2 olan versiyanı davam edək. Qacar kəndlinin Vaqifi bağışlamaq xahişini rədd edir. O da qoca kəndli deyil idi, vidadi idi. 3 də yanlışdır. 2, 3, onda 6-dır cavab. 6-ya baxaq. Vaqif Qacarın hücumunun qarşısını almaq üçün qonşu dövlətlərlə danışıqlar aparır. Bu da yanlışdır. Cavab 2, 3, 6 B variantıdır. İblis əsəri haqqında doğru fikirləri müəyyən edin. Nəfsin və altın düşkünlüyünün cəmiyyətdə fəlakətlər yaratdığı göstərilirmi? Göstərilir. 1 doğrudur. İnsanların iradəsizliyi, öz mənfi etirazlarının əsrinə çevrilməsi İbn Yəmin deyil, iblisi sevindirmişdi. 2-ni olan versiyaları silək. 1, 5 onda cavab. 5-ə baxaq. İnsan mənəviyyatındakı ziddiyyətlər ifadə olunmuşdur. Bəli, ən bariz nümunə elə Arifi götürə bilərik. 16. Cümləni hansı fikirlər tamamlamaq olar? İsmail Şıxlının Namərd Gülləçi hekayəsində Niftalı obrazının fikrincə insan ailəsinə qayğı göstərməlidir. Bəli, elə mürşidlə də ona görə dalaşır. Kişi namərd əli ilə deyil, kişi əli ilə ölər. Bəli, bu da düzdür. Onda cavab 1, 2, 6-dır. Vəsə də boyunduruq kimi şeydir. Bəli, onu da qeyd olunur. Cavab 1, 2, 6 olacaq. Rəşid Rızanın Çınar ömrü ilə bağlı doğru fikri müəyyən edin. İlk diqqətimi burada çəkən allegori üsuldur. Yadınızda saxlayın. Çınar danışmır axı burada allegori olsun. Yəni 3 olan versiyaları silək. İndi testə baxaq. İnsanlar bir payız çinarın qurumasından xəbər tutur. Yox, xeyr, yaz fəslidir ki, çiçək açmalı idi çinar. Görürlər ki, çiçək açmır. Demək ki, bu da payız deyil, yaz olacaq. Bir də yanlışca doğru fikirlər 4-5-dir. Çinarın ölümündən sonra qəlblərdə həzin xatirələri yaşayır. Əsərdə şairin insan həyatının mənası haqqında düşüncələrə yer verilmişdir. Bəli, cavab 4-5 olacaq. Çınar ömrü və ümumiyyətlə Rəsul Rza yaradıcılığı da YouTube kanalımızda var, baxa bilərsiniz. 18. Bomba və Anabacı əsəri üçün ortaq cəhətləri müəyyən edin. Avtobioqrafik sərciyə daşımır bomba. Hadisələr birinci şəxsin dilindən verilmir bombada. Təhkiyə əsasında yazılmışdır, hər ikisi cavab C-dir. Öz ləyaqətini qorumur bombada. Qadın obrazı da yenə bombada yoxdur. Cavab C-dir. 19. Yusif Sərdac nə edibdir? Tamamlayan fikirləri istəyir. Bizdən yeni vergilər bu doğrudur. Demək ki, bizə doğru lazımdır. Hakimiyyət başına gələn kimi münəccimbaşı və mollabaşı vəzifəsini ləğv etdirir. Bax, bir yanlışdır. Münəccimbaşının ləğv etdisi ilə mollabaşı vəzifəsini ləğv etdirmir. Bu yanlış fikirdir. Xacə Mübarək saray əyanlarını ək qalasındakı zindana salmaq üçün göstəriş verir. Xeyr, Xacə Mübarəkə vermir. Burada Fərraşa demişdi. Yəni 2 olan versiyada yanlışdır. Atasının istəyinə uyğun olaraq bir müddət dini təhsil alıbdır. Düzdür. 3 düzdür. Cavab 3-5-dir. Müəllifin xalqı maarifləndirmək arzularının ifadəçisi də istəyirdi ki, insanlar doğru bilik alsınlar. Dünyəvi təhsil alıb və maariflənsinlər, amma təəssüf ki, onu anlayan olmur. 20-ci sual. Müsbət Fəxrəddin faciəsində obrazların davranış və əməllərinə görə uyğunluğu istəyir bizdən. Rüstəm bəyin intiqam hisslərinin səbəbini anlayır. Bu Fəxrəddindir. Anlayacaq bura. Ölüm ayağında olarkən Gülbaharı qorumağa çalışır. Bu Mahmud bəy üçün keçərlidir. Rüstəm bəylə danışıq aparmağı düşünür. Bu Fəxrəddindir. Atasının intiqamını almaq hissi ilə alışıb, yəni atasını deyəsə Şahmardır. Fəxrəddin qan davasına qoşmaq fikrindədir. Bu da Şahmardır, yəni kiçik qardaşdan söhbət gedir. Cavab D variantıdır. Növbəti suala baxaq. 21. Hansı fikirlərin yeri dəyişdirilsə, İlyas Əfəndiyevin Xurşudbanu Natəvan əsərlə bağlı hadisələrin ardıcıllığı bərpa olunar. Suala baxın, nəzərə salın, görəcəksiniz ki, birinci Seyid Hüseyn özü könüllü şəkildə təslim olmalı idi ki, daha sonra Xurşudbanu Qala rəisinin otağında canişinlə danışsın. Bu canişinlə danışma əsərin əvvəlindəki deyil, tutulduqdan sonraki olan danışıqdır və cavabımız 2-3 olacaq. C variantı. 22. Nümunədə işlənmiş həm təsvir, həm ifadə vasitələrini bizdən istəyir. Ləpələr uşaq kimi qovurlar bir-birini. Uşaq kimi təşbeh, bir-birini qovurlar inversiya, yumurlar neçə-neçə ayaq ləpirlərini, dalğalar öz dilində yenə səsləyir məni. Metafor, Xəzər axşam düşür. 2, 3, 4 olacaq. Nə epiteti, nə təzadı, nə də təkriri görmüş oluruq bu suallarda. 23-cü sual. Xətainin Dəhnamə əsərində verilən nümunə ilə bağlı səhv fikir istəyir. Yaz zülfü təki günüm qaraldı, yar ağzı kimi yerim daraldı. Bilməm necədir kəmmə halım, artırır
dini, güni, qəmi, məlalım. Ərcün həzəc bəhrindədir. Biz bilirik ki, dəhnamə əsəri ərcün həzəc bəhrindədir və 1 doğru fikirdir. Burada məşuqənin gözəlliyini görmürük. Aşiq öz problemlərini qələmə alıbdır. 2. Bütün misrada metafor və inversiya var. Elə birinci misraya baxsan görərsən ki, heç orada inversiya yoxdur. Aşiq çəkdiyi əzab, əziyyətdən şikayətlənir. Bu düzdür. Amma bizdən səhvi istəyirsə, 3-ü də götürək o zaman. Təkrildən istifadə olunmuşdu. Bəli, yad təkrir, cavab sadəcə 2, 3 olacaq. Növbəti suala baxaq. Müqayisə cədvəlində Kitab-ı Dədə Qorqud eposundakı obrazlara aid doğru fikri müəyyən edin. Basat, Qazan xanın sözündən çıxaraq düşmən üzərinə gedir. Əslində hər ikisi çıxır. Elə ya da belə. Basat konkret şəkildə Uruz atası döyüşdə olarkən çıxmışdı onun sözündən. Atasının göz yaşları onun fikrindən döndərə bilmir. Düzdür. Basatı istəmirdi ki, keçsin Təpəgözlə döyüşsün. Vaxtsız ölüm onu kədərləndirir. Bəli, ağlayır hətta orada ağacla danışarkən. Bu da düzdür. Taleyini valideynlərini narahat edir. Hər ikisi üçün keçərlidir. Adını Dədə Qorqud tərəfindən qoyulması Basat üçün keçərlidir. İntiqam almaq niyyəti ilə şücaət göstərir. İntiqam almaq istəyəndə söhbət Basatdan gedəcək. Uruzda elə bir intiqam istəyi yoxdur. Cavab yenə 2, 3 olur. Mir Cəlalın Vətən Yadaları hekayəsində hadisələri nəql edən əsgərlə bağlı doğru fikir istəyir. Dostlarının məktublarını analarına çatdırır. Məktub yazma məsələsi yoxdur. Sevdiyi qız məsələsi də yoxdur. Sülh və əmin-amanlıq barədə arzularına yer verilir. Düzdür. Baş verən hadisələr haqqında fəlsəfi düşüncələr dalır. Bu da düzdür. Özünə 2 ömür arzulayıbdır. Evə gələcəyini anasına məktubunda demir. Gizli şəkildə gəlibdir. Ətrafında baş verən ağır hadisələr onu da bədbinləşdirmir. Nikbin obrazımızdır. Cavab 3 və 4 olur. 26-cı suala baxaq. Oktay Loğlu əsərindəki obrazlara bağlı doğru fikir müəyyən edilir. Xaspolad səmimi dost və bacarıqlı teatr təşkilatçısıdır. Xaspoladın səmimi dostluğunu görmürük. Pul qarşılığında hər şeydən bir şəxsdir. Səvər daim himayə altında yaşamağa məcbur qalır. Doğrudur. Oktay Aslan bəy təhqir etdiyinə görə sürgün etmir. Burada Aslan bəy deyil idi. Orada qubernatoru təhqir eləmişdi. 3 yanlışdır. Şakinski istedadsız, xudbin, mənsəbpərəsti doğrudur. Ümumiyyətlə Şakinskiyə aid halda bədbin, pis fikir varsa götürür. Səməd bəy Oktayın şöhrətindən öz maraqları üçün istifadə etmək istəmirdi. Aslan bəy Oktayı bacısını öldürəcəyi ilə də təhdid etmirdi. Cavab sadəcə 2 və 4 olacaq. 27. Bəxtiyar Vahabzadənin Dar ağacı özümüzü kəsən qılaz fəryadla uyğunlaşdıraq baxın. Fikir və şəxsiyyət azadlığına həsr olunmuş mənzum tarixi faciə deyilsə biz fəryadı götürməliyik. Dastan motivləri əsasında yazılmayan özümüzü kəsən qılıncdır. Cənubi Azərbaycanla bağlı burada heç biri deyil. Azərbaycanda işğalında böyük rol oynamış Akşindən söhbət gedir. Xəyanətkarın sonunda cəzasının çatması da var. Dar ağacıdır əsər. Ortaq soykökə malik türklərin keçmiş tarixi diqqət mərkəzindədir. Bu da özümüzü kəsən qılıncdır. 1D, 2BE, 3-dəki A formasında olur. Növbəti suala baxın. Dəmir iradə. Oxumamısınızsa mətnini oxuyun və başlayaq izaha. İsim Əlisadənin Dəmir Divar və Elçinin Talvar əsərindəki hadisələr əsasında uyğunluğu bizə istəyir. Məzmunlarında oxşarlıq nədir? Əməkdən söhbət gedir. İnsan əməyinin vacibliyindən söhbət gedir. Alətlərdən çalışmasından və s. yaza bilərsiniz. Əl-Abbas kişi ilə Muxtar kişinin oxşar cəhəti nədir? Hər ikisi sizə əməksevər obrazlardır. Bunları yaza bilərsiniz. İsim Məlikzadənin Dəmir Divar Xuştbanı. Forma və janr xüsusiyyətlərini nəzərən deyirlər. Bax, Dəmir iradə epik növdə yazılıbdır və Xuştbanı dramda yazılıbdır. Epik növdə təhkiyə əsasdır, dram. Dramda əyani göstərilmə əsasdır. Amma hər ikisinin ortaq cəhəti nədir? Nəsrdə yazılıbdır. Hər ikisində təsviri ifadə vasitəsi var. Drama monoloq da yaza bilərsiniz və s. Monoloq, dialoqlardan istifadə, remarkalardan istifadə yaza bilərsiniz. Hər ikisinin süjet xətti də var, ortağa götürə bilərdik. Əsərdə istifadə olunmuş bədii təsvir ifadə vasitələrini istəyir. Baxaq hansıları var. Bax, elə birinci çıx bayra ifadəsində inversiyadan var, bayra çıx olmalıydı. Dəli külək epitetdir. Külək qovurdu, insan kimsə qova bilərdi. Küləyin neft qoxusunu qovması metafordur, insanın xas xüsusiyyətdir. Başqa burada buz kimi var, təşbihdir. Bu qədər də təsvir ifadə vasitələrimiz var. Bununla da biz 2024 model suallarının izahlarını bitirmiş olduq.